bir yükselişi sizin şəxsinizdə, komandada bir həyəcan yaradır ki, nəhayət bizi çempionluq kesimində görəcəklər, sən görəcəklər. Həyəcan birlikdə var, yəni o rahatçılıq həmişə olur. Əgər biz də qarşıda belə bir məqsəd qoymuşuqsa və bu cür nəqib gəlirsə və özdə yaxşı oyunla, yaxşı əldə edirsə, bir tərəfdən bəli, bir klub olaraq maraqsızlıq var, amma digər tərəfdən sevindiricidir ki, mübarizə daha da gəlginləşir, mübarizə daha da çoxalır. Bu idmandır, idmanda bir gün udursan, bir gün məğlub olursan, və yaxud bir il iki çempion olursan, bir il iki titulu itirirsən, dünya praktikasında belədir. Sadəcə biz o hisslərlə işləyə aşmalı deyil. Ki, sabah gəlir, biz həyəcanlı olaq, yox, əksinə daha da necə işimizi biz özümüz düzgün görürüksə, onun üzərində izləyə lazımdır.